bu saç mənə lazımdır ki, sırf belə deyim də arxaya obyomlu olacaq. Sırf arxaya, nə bilim sağa sola yox, birbaşa arxaya. Mən birinci suğurandan sonra bir hissə ayıracağım. Kontrol kəsimini necə edirik? Hissə ayırırıq buradan. Necə ayırmırıq? Məsələn 2 ilə 3-ün yeri. Bax o cür bir dənə hissə ayırdı. Bizə lazımdır ki, hamısını ayrı-ayrılıqda sındırıb obyon verək, tamamlayaq, sonra keçək növbətiyə. Sındırıb obyon verib tamamlayaq, sonra keçək. İki saç bir-birini bağlaya bilsin. Onun üçün də birinci hərəkətimiz, indi məsələn deyirəm bu hərəkət edim, bu açmaq hərəkətidir. Yəni saçı ümumiyyətlə dolaşıq oldu, qıvrım oldu, dalğalıdır filan. Bu açmaq. Bir dənə darağa fikir ver, düz saxlayıb belə-belə eləmirəm. Bu hərəkətini eləyirəm. Fikir verirsən, daraq bunu gətirəndə fen o birisini saxlayır. Bir növ X vəziyyəti alınır, bildiniz. Fen onu saxlayır, daraq bunu